Salam, hər vaxtınız xeyir, hörmətli liderlər, menecerlər, direktorlar, brend partnyorlar. Hər birinizi burada görmək həqiqətən çox xoşdur və liderliyin inkişafı ənənəvi olaraq davam edir və bugünkü spikerimiz hər birinizin demək olar ki, tanıdığı, sevdiyi qızıl direktor, Top 15 direktor Rəqsənə Məhmudovadır və bilirsiniz ki, biz kataloqun startındayıq və kataloqda aktivlik çox vacibdir. Üç amillərdən biri aktivlikdir və bu mövzunu düşünürəm daha diqqətlə qulaq asın. Niyə? Çünki bütün komandalarda təlimlər olur. Amma fərqli liderdən, fərqli sözlərlə hər hansısa bir cümlələri eşidib və onu biz fərqli cür özümüzə qəbul edə bilərik və bizim işimizdə tam fərqli bir rol oynaya bilər. Ona görə sözü ötürürəm Rəqsənə Məhmudovaya. Buyur, aktivlik haqqında bizə ətraflı gözəl danış. Təşəkkür edirəm Zemfirə xanım, çox sağ olun. Bir daha salam. Yəqin ki, məni bir çoxları tanıyır, amma özümü təqdim edim. Mən Mahmudova Rəqsanəm, 39 yaşım var, iki övlad anasıyam. Artıq 10 ildir Oriflame-lə tərəfdaşlıq edirəm. Oriflame-lə öncə 9 il staj olan sıradan bir sadə evdar deməzdim, ev xanımı, yəni monoton bir həyatım var idi. Amma həyatın bizim üçün nə hazırladığını bilmirik. Və bugün mən buradayam, Oriflame-dəyəm. Oriflame mənim həyatıma ən belə deyim, negativ olduğum bir anda gəlmişdi və buna görə deyərdim ki, həqiqətən Oriflame insan həyatına verilmiş ən gözəl şansdır. Ümid edirəm ki, hər kəs bu şansdan yararlanar. Və Ziyana xanım, siz də dediniz, həqiqətən biz hamımız təlim keçiririk öz komandalarımızda, amma belə fərqli liderlərin toplumun təlim keçməsi, bu çox gözəl bir layihədir. Öz komandalarımdan geri dönüşlərdən də bunu görürəm ki, fərqli liderləri dinləmək hər birimiz üçün çox maraqlıdır. Və bugün mənə də liderlər qarşısında digər liderlərin, artıq öz sözünü demiş liderlərin qarşısına çıxış etmək qürur vericidir. Təşəkkür edirəm bu imkan üçün. Və siz artıq vurğuladınız, bizim işimizin 3 əsas nüansından biri aktivlikdir. Bugün aktivlik haqqında danışacağam. Gəlin baxaq, aktivlik nədir? Aktivlik deyəndə biz nəyi nəzərdə tuturuq? Baxın, aktivlik insanlarla ünsiyyət, paylaşım və davamlılığın toplusudur. Bunları tək-tək sizə izah edəcəm. Mən belə deyim də, öz təcrübəmdə nələr edirəm, liderlərimə necə izah edirəm, bu haqda danışacağam. İnsanlarla ünsiyyət deyəndə nəyi nəzərdə tuturuq? Bilirsiniz ki, bizim işimiz əsasən insanlarla ünsiyyətdən keçir. Yəni biz davamlı olaraq yeni insanlar tanımalıyıq, yeni insanlarla ünsiyyətdə olmalıyıq. Amma bu ünsiyyətin bir vacib nüansları var. Yəqin ki, hər birimizin komandasında bu var ki, deyirlər ki, mən dəvət edirəm, amma heç kəs gəlmək istəmir. Mən təklif edirəm, amma heç kəs istəmir. Bu demək deyil ki, siz ya savadsız şəkildə dəvət edirsiniz və ya siz belə deyim də lazımı bilikləri ötürmürsünüz. Xeyr, bu belə deyil. Biz dəvət edərkən ilk öncə nəyi bilməliyik? Baxın, illər əvvəl mən hər bir şeyi öz təcrübəmdən danışacağam. İllər əvvəl mən də yeni Oriflame-ə qoşulanda ilk bir il məndə də heç bir dəvət, yəni alınırdı, amma o qədər çətinliklə alınırdı. Səbəb də bilirsiniz nə idi? Şirkətə güvənməmək yox. Mən özümə güvənmirdim. Yəni mən o qədər fikirləşirdim ki, mən nəyisə səhv deyirəm, mən nəyisə ay Allah görəsən düzgünmü izah elədim, nəyisə düzgünmü çatdırdım və inanın mənə, hətta yazı ilə belə olsa, biz bir insanla ünsiyyət quranda qarşı tərəfdəki bizim hisslərimizi, bizim inamsızlığımızı, bizim keçirdiyimiz həyəcanı hiss edir. Buna görə də çox önəmlidir. Özümüzə inanmalıyıq, sponsorumuza inanmalıyıq və şirkətimizə inanmalıyıq. Özümüzə niyə inanmalıyıq? Bizim əgər başqa bir variantımız yoxdursa, biz doğrudan da Oriflame-lə qazanmalıyıqsa, biz burada artıq hədəfimiz varsa, inanmalıyam ki, mən bunu bacaracam. Sponsorumuza inanmalıyıq, çünki artıq o bizdən əvvəl Oriflame-dədir, öz sözünü demiş liderdir. O bizə nəyisə deyirsə, sorğulamaq yox, artıq onun dediyini birə-bir eləməliyəm, ona o qədər güvənməliyəm, inanmalıyam və şirkətimizə inanmalıyıq. Çünki şirkət həqiqətən güvənilirdir, verdiyi sözü yerinə yetirir. Burada belə bir kiçik bir şey vurğulamalıyam. Təlimə axşam hazırlaşanda bu yadıma düşübdü. Yəni normal olaraq biz heç bir hədiyyəmizi də unutmuruq. Heç kəs deyə bilməz ki, mən gəlirimi də unutdum, amma demək biz hələ direktor olanda şirkətdə hər hansısa bir tədbir idi, yadımda deyil. Tədbirdə belə bir şey elan elədilər ki,
dəvətli kampaniyası ilə yanaşı siz gətirdiyiniz hər yeni rekruta görə 0 tam nə bilim neçə qəpik sizin hesabınıza pul yazılacaq. O qədər bizim gözümüzə minimal bir məbləğ görsəndi ki, bizim öz komandamda deyim, heç kəs bunu belə deyim, arxasıca düşmədi. Və dedilər ki, bu pullar yığılacaq, sonra hər hansısa bir bahalı bir mağazindən, elektrik mağazini, elektron məişət əşyaları satılan bir mağazinə sizə o çeklər veriləcək, orada məhsul götürəcəksiniz. Biz bunun arxasıca düşmədik. Çünki dedik ki, o qədər minimal bir məbləğdir ki, kim toplayacaq, kim çıxacaq? Bizim fokusumuz nədir? 2 dəvət gətiririk, 5 dəvət gətiririk, hədiyyəmizi götürürük. Ancaq bundadır da fokusumuz və bu davam edəcəkdir bir neçə ay. 4-5 aydan sonra şirkət bunu elan etdi ki, bəs sizin xəbəriniz var, sizdə nə qədər pullar yığılıb? Hətta yadımdadır ki, ən çox pul mənim liderim Gültəkin Muradova da yığılmışdı, 500 neçə manat. Biz eşidəndə, yəni inana bilmirdik. Mənim özümdə 200 manata qədər pul yığılmışdı. O kuponu mənə verəndə inana bilmirdim ki, yəni biz bunu izləmirdik. Şirkət bunu bizə dəqiq verməyə bilərdi. Amma heç vaxt verdiyi sözdən geri dönmür. Yəni siz bir insanla ünsiyyət quranda, dəvət edəndə əmin olun ki, o qədər güvənilir bir şirkətdir. O bizə nəyisə söz veribsə, bəzən olur ki, aksiya hədiyyəsi bitir. Biz yəqin ki, hamımız bilirik də, bizim üçün hazırlanan aksiya hədiyyələri sırf bizə hazırlanır. Onu hər hansısa bir mağazindən ala bilmərik, hər hansısa bir yerdə satışda görə bilmərik. O eksklüzivdir, bizim üçündür. Və bəzən biz çox rekrut edirik, hədiyyələr bizə çatmır. Amma o yenidən sifariş olunur, yenidən hazırlanır və yenidən biz o hədiyyəni alırıq. Hətta aylar, neçə kataloqlar keçsə belə. Biz bəzən deyirik ki, yox, onsuz da şirkət verməyəcək. Mənim əməkdaşlarım vardı, çantaları deyir ki, yox, onsuz da gəlməyəcək. Amma gecə-tezə şirkət onu verdi. Bütün bu nüanslara baxaraq biz dəvət etdiyimiz insanlara inamla danışmalıyıq. Hətta yazı ilə belə yazsaq. Və gün ərzində ən azı 3 nəfərlə Oriflame haqqında danışmalıyıq. Dediyim kimi danışarkən nə bilim bir şirkətdir. Hə gəlirsən pul bu şəkildə yox. Siz ona elə enerji ilə, elə sevgi ilə ötürməlisiniz ki, o qarşı tərəfdəki insanın artıq variantı olmasında belə deyim, inanmamağa. Və bunu deyəndə bunu da deyəcəm, paylaşım, ikinci hissəsi paylaşımdır. Biz elə millətik, biz elə insanlarıq ki, hər bir şeyimizi statuslarda yaşamağı sevirik. Özümüz paylaşmasaq belə başqalarını izləməyi də sevirik. Kənardan sanki dayanmışıq, baxırıq ki, kimin həyatında nə baş verir. Əgər biz daimi olaraq statusumuzda kiməsə söz demək istəyirik, orada paylaşırıq və ya ancaq neqativ paylaşırıq, ancaq ağlamalı videolar paylaşırıqsa, bəs bizi izləyənlər bizim haqqımızda nə düşünəcək? Və ya mən bunun da tərəfdarı deyiləm, ancaq Oriflame məhsulu paylaşırıq və ya ən bərbadı Sədərək bazarı kimi hər şeyi paylaşırıqsa, bunu da satıram, bunu da satıram, bu endirimdə, inanın mənə, sizi izləyənlər qətiyyən sizə gəlməyəcəklər. Çünki onlar sakitcə izləyirlər və sizə elə gəlir ki, məsələn, bir insan dəvət etdim, kontaktlaşdıq, o orada qalıb, mənə yox deyib, onlar sadəcə sizi izləyir. Sizin paylaşımlarınız elə gözəl olmalıdır ki, insanların diqqətini cəlb eləməlidir. Və mən bunu əməkdaşlarıma, yeni gələn insanlara deyəndə, onlar belə deyim də, dərhal mənə görə dönüş edir ki, sizin uğurunuz var, paylaşırsınız. Sizin paylaşmağa bir şeyiniz var, paylaşırsınız. Mən nə paylaşım? Bugün gəlmişəm. Və bunu mənə insanlarla ünsiyyətlə ol dediyim insanlar da deyir ki, mən necə inanım, necə güvənim, hələ dünən başlamışam. Baxın, bizim bu işimizdə dayday yoxdur, tapşırıq yoxdur. Heç kəsi gətirib böyük bir komanda vermir. Hər birimiz sıfırdan pillə-pillə gəlmişik. Amma nə baş verib? Mənim yoxdur, amma məndən qabaq axı biriləri var bu Oriflame-də. Onların uğurları var, onların qazancları var. Siz onları görün. Və onları elə içdən paylaşın ki, özünüzünkü kimi. Yəni göstərin ki, Oriflame-də baxın bunları qazanlar, bunları qazanlar və siz onlara göstərməlisiniz ki, sizin əhvalınız necə gözəldir. Biz də robot deyilik, bizim də bəhbəhlərimiz olur, amma inanın mənə, bunu statusda kiməsə paylaşmaqla biz heç bir şey qazanmırıq. Onlar sadəcə baxır və keçir. Sadəcə onların bizə belə deyim də yazılmaq ehtimalını silirik. Amma biz onlara daimi pozitiv enerji versək, bilmirəm sizdə necədir. Məsələn, mənim kontaktımda elə insanlar var ki, onlar hər gün deyir ki, biz yuxudan o ümidlə dururuq ki, duran kimi sizin statuslarınıza baxacağıq. Hər gün dururuq, maraqlı bir video paylaşırsınız. Təbii ki, sırf Oriflame-ilə bağlı paylaşmıram. Mən orada göstərirəm ki, Oriflame-in mənə verdiyi enerji nə qədər gözəldir, mən özümü möhtəşəm hiss edirəm. Oriflame mənə nə qədər gözəl bir şeylər qazandırır ki, mən gəzirəm, əylənirəm, özümə yeni nələrsə kəşf edirəm, həyatımı fərqli yaşayıram və təbii ki, bu insanların diqqətini cəlb eləyir. Və bir şeyi vurğulayım ki, bu saydıqlarımı
Əgər siz edirsinizsə, 10 gün etdiniz, 15 gün etdiniz, hətta bir ay etdiniz, hər gün paylaşım da edirsiniz, insanlarla da ünsiyyət qurursunuz, hər şey möhtəşəmdir. Amma bir gün durdunuz, deyir ki, yox, mənim motivasiyadan düşdüm, daha paylaşmayacağım. Və ya 3 gün paylaşmıram. Yoxdur, tapa bilmirik. Siz düşünməyin ki, mən getdim, yenidən gələcəm, bir ay etmişəm də davam edəcəm. Xeyr. Əgər biz dayanırıqsa, yenidən A nöqtəsinə qaydırıq. Yenidən sıfıra qaydırıq. Sıfırdan bir də başlamalısınız bunu etməyə. Yəni siz qoyduğunuz yerdə qalmır. Çünki həyat davam eləyir, hər kəs aktivdir, hər kəs sizi kimi deyil. Və motivasiya ilə, Şəfiqənin bu sözünü çox sevirəm, motivasiya ilə əhval-ruhiyyəni qarışdırmaq olmaz. Əhval-ruhiyyə hər birimizdə dəyişir. Motivasiya isə insanın içində olmalıdır. Kənardan gələn motivasiya, baxın bu təlimdən deyək ki, siz motivasiya aldınız, möhtəşəmdir. Hətta bizdə nə baş verir? Biz konfranslara gedəndə, Oriflame tədbirlərinə gedirik. Wow, super, əla, möhtəşəm eləyəcəm. Evə gəlirik. Kənardan gələn bu motivasiya 48 saat davam edir. 48 saatdan sonra içimizdəki nədirsə, o üzə çıxır. Əgər bu bizim içimizdə yoxdursa, belə bir misal çəkim, maşını kənardan nə qədər itələsək də, daxildən mühərrik işə düşməsə, o getməyəcək. Bizə bir yerdən, kənardan gəlirsə, bu bizi hərəkətə gətirməyəcək. 48 saat keçdi, içimizdəki sakitdirsə, sakit qalacağıq. Biz içimizdə bu motivasiyanı yaratmalıyıq və bu nədən yaranır? Bizim hədəfimiz olmalıdır. Bayaq dediyim kimi, bizə belə deyim də məqsədimiz olmalıdır. Əgər sizin övladlarınız varsa, bu bəhanə deyil, bu səbəbiniz olmalıdır. Əgər sizin dəstəyiniz yoxdursa, sizə evdən köstəklər varsa, bu bəhanə yox, bu sizin səbəbiniz olmalıdır ki, özünüz ayaq üstə durmalısınız, sizin köməyiniz yoxdur, belə deyim. Və ya sizin fərqli bir həyat yaşamaq istəyirsiniz, elə bir arzunuz var ki, siz onu özünüz belə özünüzə tək qalanda dilinizə gətirə bilmirsiniz. Çünki gülünc görsənir. Bax, o arzunuz sizin məqsədiniz olmalıdır ki, elə insanlar sizin arzunuza gülmürsə, demək ki, bu hələ də böyük bir hədəf deyil. Bax, onlar sizi hərəkətə keçirməlidir, sizin motivasiyanız olmalıdır. Xanımlardan bəzən eşidirəm, deyir ki, hər şey əla olsun, yəni mənim dəstəyim olsun, evdən köməyim olsun, onda başlayacağam. Xeyr, bu bəhanədir. Sözümdən inciməyin. Çünki keçən də bundan öncəki təlimdə Nuriyə xanım belə bir şey demişdi ki, olub da ki, ağlamışam, amma sonra təlim qarşısına çıxmışam. Elm müəllim, bugün heç kimi ağlatmayacağam, amma bunu deməliyəm. Baxın, bizim cəmiyyətdə qadın olmaq zaten çox çətindir. Boşanmış qadın olmaq 2 qat çətindir. Və mən Qarabağlı ailəsində boşanmış bir qadın idim. Mənə ümumiyyətlə hər şey daha çətin idi. Olurdu, o qədər bəhbəhlər olurdu ki, amma mən üz gözümü yuyurdum, pamadamı çəkib çıxırdım təlim qarşısına. 100 nəfərin qarşısında heç nə olmamış kimi enerji ilə danışırdım. Bunu mən kənardan gələn motivasiya ilə edə bilməzdim. Mənim içimdə bir motivasiya, mənim içimdə bir məqsədim vardı. Bu məni hərəkətə keçirdirdi. Və siz təsəvvür edin, o təlimi keçəndə o qədər həyəcan keçirdirdim ki, hər an, hər dəqiqə kənardan gəlib o qədər insanın qarşısında məni utandıra biləcək, məni, nə bilim, belə deyim də, mən bu qədər əziyyətlə qurduğum insanların gözündəki xoş bir şeyimi aşağı sala biləcək bir hərəkət edə bilərdi. Onun həyəcanı belə, mən yenə onu insanlara ötürmədən yenə təlimimi keçirdim. Bunları sizə niyə vurğulayıram? Yəni, hər şey möhtəşəm olsun, başlayacağam deyə bir şey deyil. Bugün elə möhtəşəm gündür. Bugün varsınız, Ariflə tanış olmusunuz, elə bugün başlamaq lazımdır. Və dediyim kimi, biz hər gün 3 nəfərimizi ən azı danışmalıyıq içdən. Paylaşımlarımızı gözəl eləməliyik, davamlılıq. Biz bunları hər gün sürətlə biz sizə demirik, sürətli addımlarla durmadan bunu et və dayan. Yox, xırda addımlar irəlilə, amma irəlilə, mütləq yerində dayanma, geri çəkilmə. Hər gün balaca bir addım, amma bunu mütləq et. Biz bilirsiniz ki, bu addımları etdik, yeni dəvətlər gətirmişik, hər birimizin qrupumuz var, qruplara əlavə etmişik. Və biz özümüzü kopyalayıq. Biz necəyisə əməkdaşlarımız da elədir. Çünki biz özümüzü kopyalayırıq. Biz komandaya yeni qrupdan qız əlavə etmişik. Amma özümüz qrupda aktiv deyilik. Heç nə yazmırıq. Belə deyim də, Elmir müəllimin sözü olmasın, həyatda yoxuq, ortalıqda yoxuq. Heç bir şey paylaşmıram, heç bir suala cavab vermirəm. Yoxdur məndə heç bir şey. Və statuslarımda da paylaşımlar o qədər deyil. Gətirdiyim əməkdaş da mənim bir ay bir mənim etdiyimi edəcək. Sualı varsa verməyəcək. Maraqlı olan bir şeyi belə deyəcək ki, o etmirsə mən də etməyim. Paylaşıma baxacaq, hə bu 3-5 məhsul paylaşım. Mən də bunu paylaşdım. İş yəqin ki bundan ibarətdir. Və bununla artım olmayacaq.
və çox önəmlidir. Əgər əməkdaşınız sizə yazırsa, hətta lideriniz belə sizə yazır, zəng edirsə, siz əlçatan deyilsinizsə, siz heç bir şey əldə edə bilməyəcəksiniz. Çox önəmlidir bizim işimizdə. Əlçatan olun, aktiv olun. Telefon əlimizdə, yəni bizim işimiz elə bir işdir ki, saat 8-dən 6-ya qədər gedənlər 6-da gəldi, işim bitdi. Amma bizim işimiz, biz günün hansı saatında durğuzsalar, məsələn, yuxudan durdun, dərhal biz nə edirik? Telefona baxırıq, SMS varsa baxmırıq saata, tez SMS-i cavablayırıq. Biznes proqrama giririk. Gecə saat 4-də belə durub biznes proqrama baxıram. Hərdən özümə deyirəm ki, 4-də kim sifariş vuracaq? Bax, buna niyə baxırsan? Bu artıq bizdə adət halına alıbdır. Bu bizim qanımıza işləyib. Niyə belədir? 8-dən 6-ya işləyənlər fiks maaş alır. Amma mən nə qədər istəyirəm, o qədər alıram. Kataloqun əvvəlində mən artıq böyük bir enerji ilə qalxıram. Ayda 4 gün sonra bu qədər maaş alacağam. 21 günün tamamında da daha böyük bir maaş alacağam. O qədər belə, yəni mən nə qədər çox çalışıram, o qədər maaş alacağam və buna görə də mənim işim axı bitə bilməz. Siz deyə bilmərsiniz ki, ondan sonra mənə yazma. Elə əməkdaş var ki, övladlarını yatırdır, o vaxtı o danışmağa vaxt tapır. O həmin vaxtda sizə sual vermək istəyir və siz o an onun suallarını cavabsız qoysaz, o insanı itirəcəksiniz. Və bizim şirkətimiz mütəmadi olaraq bizə hədiyyələr qoyur, yeniliklər təklif edir. Siz o qədər aktiv olmalısınız ki, kommunikasiyanı dərhal etməlisiniz. Mən nə edirəm? Şirkət hər hansı aksiya paylaşdı və bitmiş məhsullar gəldi ambara. Mən dərhal onu paylaşıram və eləmirəm tənbəllik, keçib liderlərin statuslarına baxıram. Görüm bunu kim tez paylaşıb, kim anında paylaşıb və kimsə paylaşmayıbsa, ilk 2-3 dəqiqə gözləyirəm. Ola bilər də gecikib, seti yoxdur, nə bilmə. 5 dəqiqədən sonra paylaşan insan, elə ki, sanki mən deyirəm ki, yox, bunda liderlik belə də, yəni o qədər deyil. Buna bəlkə də, nə bilim, bəlkə necə olar ki, zamanla öyrənir, liderlərdən söhbət gedir. Və siz bunu edəndə əməkdaşlarınız baxacaq ki, şirkətə gəlir, anında mənim liderim bunu görür, mənə çatdırır. Mənim liderim nə qədər aktivdir. Və lider bizə, biz əməkdaş bizə sual verir, biz lider olaraq hər şeyi biləcəyik deyə bir şey yoxdur ki, bizim də bilmədiyimiz bir şeylər var. Hər gün nələrsə öyrənirik. Amma önəmlidir ki, siz ona deyirsiniz ki, mənə 2 dəqiqə zaman ver, mən öyrənəcəm. Biz bunu dərhal gedib hardansa öyrənirik. Məhsul haqqında, biznes haqqında. Problemi olanda əməkdaşlarınız sizin üstünüzə qaçırsa, bu deməkdir ki, siz artıq lidersiniz. Kataloq açılanda yəqin ki, liderlər məni anlayar. Nə baş verir? Ay, bu düşmür. Hətta ikinci səhifəyə keçib baxmağı belə, elə bir ki, o an İkinci səhifəyə keçin, baxım orada var, düşünmür. Tez sponsoruma yazım. Rəxsana xanım falan şey yoxdur. İkinci səhifəyə bax. Mən hətta bəzən olur ki, kataloq açılanda səsi açmadan bilirəm də nə istəyir. İkinci səhifəyə bax, təkliflərə bax. Siz artıq onlarda o qədər bir belə deyim də güvən yaratmalısınız ki, onlar düşünür ki, ən superi, məsələn, mən həmişə danışanda deyirəm ki, ən super sponsor mənim sponsorumdur. Elmir mənim hər şeyi bilir. O mənim üçün ideal biridir. Hər şey əli çatar, falan şey yox, o eləyə bilər. Siz də əməkdaşlarınız üçün belə olmalısınız. Bunun üçün də aktivlik çox önəmlidir. Əgər siz ortalıqda yoxsunuzsa, o başqa bir əməkdaşdan soruşacaq, başqa bir liderin təliminə qoşulacaq, başqa birindən bir şey soruşacaqsa, bir müddətdən sonra artıq onun da həvəsi sönəcək. Yeni gələn insanlarda bir motivasiya dedim, biz dəvət etdiyimiz insanlara elə gözəl bir enerji ötürürük ki, və bu da motivasiya kimi maksimum 72 saat çəkir və 72 saat ərzində mən həmişə əməkdaşlarıma deyirəm ki, dəvət etdiyiniz insanları 72 saat ərzində qeydiyyat edib sifariş vurdura bildinizsə, o sizin əməkdaşınızdır. O sizinlə davam edəcək. Yox, onu yazdım, məlumat verdim, super. Sən dur burada, getdim başqası ilə tanışdım və ya getdim seriala baxdım, getdim 3 gündən sonra bir də gəlib yazacaqsınızsa, o əməkdaş artıq sizin deyil, gedib başqa. İndi onlayn dövrüdür. Hər kəsdən hər bir şey maraqlanır. Yəni gedib başqa bir aktivini tapacaq, onunla əməkdaşlıq etmək istəyəcək. Çünki siz aktiv deyilsiniz. Yəni bu baxımdan aktivlik bizim üçün, bizim işimizdə deyərdim çox önəmlidir. Əlçatan olmalıyıq və daimi olaraq öyrənib öyrətməliyik. Bu təlimlər bizim deyək ki, hər 4-cü gün sadəcə top liderlər təlim keçir. Buna da qoşulmaq çox önəmlidir. Hər kəsdən bir şeylər öyrənirik və komanda daxilində keçən təlimlər. Hətta yeni qoşulmuş biri belə təlimdə elə bir cümlə işlədir ki, biz onu qeyd edirik, bunu nə gözəl dedi, düz deyir, düz vurğuladı. Nələrsə öyrənirik. Əgər siz düşünsəz ki, lider olaraq, mən artıq hər bir şeyi bilirəm, məndə hər şey möhtəşəmdir, super puper, sizdə bu biznesdə artıq bitmisiniz, belə deyim. Çünki biz bir şeyi, yəni hər şeyi bilə bilmərik.
hər gün öyrənməliyik və mütləq ki, öyrətdiyimizi komandalarımıza çatdırmalıyıq. Və yekun olaraq aktivlik nədən ibarət oldu? Aktivlik deyəndə nə nəzərdə tuturuq? Biz nə etməliyik? Əslində çox sadə bir düsturdur. Biz günün sonunda özümüzlə tək qalanda düşünməliyik. Bu gün ərzində mən neçə nəfərə Oriflame haqqında layiqincə danışdım, təklif etdim və bir də əgər insanlar sizə yox deyəndə siz dərhal belə deyim də 3, 5, 10 artıq ruhdan düşdüm, hər kəs mənə yox deyir. Xeyr, bu belə deyil. Biz xeyirsevərlərik. Bir Türk lideri, top lideri bunu demişdi. Biz xeyirsevərlərik. Nə qədər yox dilərsə, yox deyirlərsə, başqa birinə gedirik. Mütləq ki, oradan hə tapacağıq və bu gün araşdırsaq, ən yuxarıda olan liderlər, ən öndə, göz önündə olan liderlər ən çox yox alan liderlərdir. Yoxlardan qorxmayın. Yox deyirlərsə, başqa birinə keçirik. Və biz kiminləsə ünsiyyət qururuqsa, o bizə yox deyirsə, biz əvvəl belə deyim də bizim işimiz nədir? Tövsiyə etmək, tövsiyə almaq. Biz onunla deyirik ki, əla, super, istəmirsiniz, yəni dalaşmırıq, durub ondan orada mübahisə eləmirik ki, yox, Oriflame gəlməlisən. Çox gözəl qarşılayırıq, amma ona nə təklif edirik? Sən bizə bir nəfər bəlkə yəni ətrafında elə biri varsa ki, mən məsələn insanlardan bunu soruşuram. Yenə deyirəm, mən bir şey danışanda həmişə öz təcrübəmlə danışıram. Çox şükürlər olsun ki, bu gün artıq xırda da olsa bir təcrübəm var. Deyirəm ki, əgər həyatında hər şey negativ gedirsə, həyatı büsbütün alt-üst olub, onu zorla gətirin Oriflame-ə. Mənim sponsorum Afaq Məmmədova həqiqətən zorla Oriflame-ə gətirib. Çünki mən sadəcə deyirdim ki, sən gətir, mən satacağam, amma məni zorla şirkətə gətirdi, Elmir müəllimlə tanış etdi. Ətrafınızda belə biri varsa, zorla məcbur edin, gətirin Oriflame-ə. Əgər çoxdan da diqqət görmürsə, qayğı görmürsə, bizim qadınlarımızın 70% belədir. Mən bəzən əməkdaşlarıma bunu deyirəm ki, qrupda heç bir xanımı, yeni gələn əməkdaşı biz heç nəyə məcbur edə bilmərik, baskı göstərə bilmərik. Çünki bayaq dediyim kimi, zaten bizim qadınlarımızın öhdəliyində, üzərində böyük bir baskı var. Yoldaş, qaynana, qaynata, hətta elə bir dövrdəyik ki, övladların belə baskısına məruz qalırıq. Onları xoşbəxt etmək çox çətindir ki, indiki dövrdə hər şey etməyə çalışırıq. Yəni belə bir şəraitdə gəlib Oriflame-ə qoşulub, biz ona gözəl bir ailə şəraiti, onun etdiyi bir şeyi alqışlamırıqsa, əksinə onu baskı eləyiriksə, sifariş vur, bunu etməsən, onu etməsən, o bizdən də qaçacaq. Amma biz bir şərait yaratsaq, məsələn, mənim bəlkə də Oriflame-də qalma səbəbim ilk dəfə 3% oldum və səhnəyə çıxanda məni insanlar alqışlayanda, Elmir müəllim mənə hədiyyə gətirib vermişdi. O qədər duyğulanmışdım ki, o qədər ehtiyacım olan bir şeymiş ki, məni alqışlasınlar, məni təqdir etsinlər mənim etdiyimə. O zamana qədər də mən özlüyümdə, ailəmdə böyük bir mübarizələr verirdim. Böyük bir şeyləri, belə deyim də, çiyinlərimə almışdım. Amma heç kim məni gözlədiyim kimi bir alqışlamırdı. Ən azından bir kəlmə belə demirdi ki, möhtəşəmsən, nə yaxşı bunu bacarırsan, sən nə qədər güclüsən. Amma mən Oriflame-də bunu gördüm. Mənə insanlar deyir ki, nə qədər güclüsən, sən nə qədər supersən. Bayaq orada SMS-lərdə yazılar və inanın mənə bu mənim üçün ən gözəl qazancdır ki, öz komandam deyil, fərqli strukturlarıq, amma mənə Rəxsan xanım sizi sevirəm deyir Kəminə xanım, onun mənə aidiyyatı yoxdur. Bu mənim üçün möhtəşəm bir şeydir və biz bunu gətirdiyimiz xanımlara da yaşatmalıyıq. O qədər qadınlarımız var ki, buna ehtiyacı olan, ailədə təqdir görməyən, təşəkkür edilməyən, layiqincə sevilməyən. Biz bunlara burada Oriflame-də göstərməliyik necə bir sevgi dolu bir ailəmiz var, necə mehribandılar, necə biz onun balaca addımını sifariş yerləşdirdim, möhtəşəmsən, sən bugün necə gözəl bir video bizimlə paylaşdın, əlasan. Biz onu təqdir etməliyik ki, onlar da bizim yanımızda qalsın, davamlı bizimlə belə deyim, əməkdaşlıq etsin. Və həqiqətən də illər əvvəl Faiq müəllimin bir təlimində iştirak etmişdim. Faiq müəllim orada belə bir söz demişdi, bizim strukturu çəkmişdi, yəni Oriflame-də. Orada göstərmişdi ki, ən dərində bir əməkdaş var və o Oriflame-lə gedir. Onun Oriflame-lə getmə səbəbi o deyil ki, imkanları zəifdir, qazancı zəifdir və ya verəcəyi bir şeylər azdır. O bizdən küsüb gedir, o bizdən lazımi qayğını, lazımi duyğunu almır. O həqiqətən mənim qulağıma bir sırğadır. Bugün deyərdim ki, komandamda 80%-dən çox insanın hələ də mənim yanımda qalması və bəzən elə olur ki, qazanc belə götürməyən əməkdaşlarım var ki, heç onu bilirəm ki, o məhsul belə hər kataloq vurması, deyərdim ki,
Təbii ki, Oriflame da sevir, amma məni də sevir deyə burada qalıbdı. Bu mənim üçün ən böyük qazancdır. Heç bir pulla belə deyim də ölçülə bilməz. Heç bir pulla bunu almaq olmaz. Bunu biz göstərməliyik gələn əməkdaşlarımıza, bunu biz onlara yaşatmalıyıq ki, biz burada çox önəmlidir. Dəvət etdiyimiz insanı əgər biz düşünürüksə, o gələcək qeydiyyatdan keçir, ayda 100 bonus balı, 50 bonus balı yerləşdirsə mən filan hədiyyəni qazanacam. Biz ona bu hissi ötürürük. Yəni o bunu hiss edir. Amma biz düşünsək ki, baxın, Elmir müəllim şirkətdə biz köhnə ofisimizdə dəvətlər gətirəndə, kataloqu belə uzadanda deyirdi ki, mən sizə pul verirəm, mən sizə pul qazanmaq təklif edirəm. Yararlanıb yararlanmamaq bu sizin işinizdir. Biz həqiqətən insan dəvət edəndə biz ona hiss elətdirsək ki, içimizdən bunu hiss etsək ki, mənim qazancım yox, bir xanımın həyatını dəyişəcəm. Əmin olun ki, biz ona hiss elətdiririk və o bizə geri dönüş edəcək. Özümüzü yox. Təbii ki, biz bura hər birimiz özümüz üçün gəlmişik, xəyallarımızın ardınca gəlmişik. Amma Oriflame bizə öyrədir ki, sən başqalarına kömək et, sən ona əl uzat, sən onun həyatını dəyiş, mən zaten sənin həyatını dəyişəcəm. Və sonra burada çox gözəl sözlər yazırsınız, sonda suallar olarsa cavab verərəm, amma kiçik bir şey demək istəyirəm. Bu təlimi başqa ölkənin bir liderindən eşitmişdim. O qədər mənə təsir edib ki, bunu yəqin ki, mənim təlimlərimə qoşulan öz əməkdaşlarım üçün təkrar olar. Amma bunu çox sevinirəm və düşünürəm ki, tez-tez bunu özümüz özümüzə etməliyik, tək olanda da. Düşünün ki, yəni təlim bitəndə hər biriniz düşünə bilərsiniz. Gözünüzü yumun, düşünün ki, 90 yaşınız var və siz 90 yaşınızı qeyd edirsiniz. Çox gözəl bir məkanda, möhtəşəm bir restoran tutmusunuz. Orada nə qədər insanlar var və düşünün, orada səhnəyə çıxıb mikrofonu əlinə alanda övladlarınız, içi övladlarınız qarışıq, nə bilim, yaxınlarınız və əməkdaşlarınız o mikrofona nə deyəcək? Bu mənim ən böyük motivasiyamdır ki, övladlarınız deyəcək ki, zamanında anama təşəkkür edirəm ki, Oriflame ilə tərəfdaşlıq edib, bugün gözəl təhsil almışam, evim, maşınım, dünyanı gəzmişəm, hər kəs kimi yox, nağıl kimi bir həyat bizə yaşadıb. Və düşünürəm ki, bir çox xanım, biz axı Oriflame qadınlarıyıq, biz gənc qalacağıq, elməm, siz də Oriflame bəyi olaraq bilirəm, çox baxımlısınız, gəncsiniz, ən gəncimiz də siz olacaqsınız. Biz hamımız gənc şəkildə, baxımlı şəkildə orada mikrofon əlimizdə deyəcəyik ki, bu mənim üçün həqiqətən belə bir motivasiyadır. Rəqsanə xanıma təşəkkür edirəm. Zamanında məni Oriflame-də saxladı. Həyatımı büsbütün dəyişdi. Evim, villalarım, nə bilim, həyatımı gözəlləşdirdi. Bu mənim üçün ən böyük motivasiyadır. Və düşünün, hansı bir işdə biz buna nail ola bilərik? Ola bilər, müəlliməlik çox gözəl peşədir. Həqiqətən qarşısında baş əyirəm müəllimələrin. Amma özüm 9 il müəllim olmuşam. Mənim üçün ən çətin peşədir. Uşaqlarla işləmək, onların gələcəyini inşa etmək çox çətindir. Amma Oriflame təbii ki, biz də müəlliməyik, amma öz yaşlılarımızla, yəni böyük insanlarla, artıq uşaqlarla işləmirik. Çox gözəldir. Həm müəlliməyik, həm nümunəyik, həm yeri gələndə biz məsələn, kollektiv olaraq deyim ki, Elmir müəllimi hamımız ata kimi görürük. Hər ailəvi problemlərimiz də onda üstünə qaçırıq. Və çox sevinirəm ki, komandam da məni həm Qadınlar Bayramında təbrik edir, müəllimələr bayramında təbrik edir, analar günündə təbrik edir. Mən onların üçün hər birini əvəz edirəm. Biz burada hər birini yaşayırıq. Buna görə də və bu hissləri siz gələn liderlərinizə, əməkdaşlarınıza ötürməlisiniz ki, onlar da bunları yaşasın. Zamanı çatanda sizə təşəkkür edib, mən hər gün yuxudan duranda bilirsiniz də mənim ən böyük məqsədim evimin olmağı idi. Mən bunu dilimə gətirəndə ən doğmalarım mənə gülürdü və mənim arxamca da gülürmüş. Xalam mənə dedi ki, Rəqsanə, bunu demədə gülməli səslənir. 2 uşaqla hansı kişi ev alıb tikindi və qadın xeylağı Oriflame-dən ev alacaqsan. Və mən evimi aldım. İstədiyim kimi də döşəmişəm. İstədiyim lüstrlərimə qədər. Elmir müəllim sevməsə də lüstrlərimi. Amma mən yuxudan hər duranda gözümü açıb belə lüstrə baxanda hər gün artıq 6 ildir evimdəyəm. Bir Afaqa təşəkkür edirəm ki, məni Oriflame-ilə tanış edib. Elmir müəllimə təşəkkür edirəm ki, məni düzgün yönəldib ki, mən bu qazancı əldə etmişəm və təbii ki, şirkətimə, komandama o qədər Allaha şükür edirəm. Ay Allah, çox şükür. Nə yaxşı mən Oriflame-ilə tanış olmuşam. Və siz də belə istəmirsiniz ki, belə bir liderləriniz yetişsin ki, hardasa, nə bilim,
Xaçmazda otursun, səhər duranda sənin üçün dualar etsin, sənin üçün təşəkkürlər etsin. Və 90 yaşında da hər mikrofonu götürüb sizə gözəl sözlər desinlər. Təşəkkür edirəm chatda yazdığınız gözəl sözlər üçün. Bəli, Zəminə xanım, həqiqətən lider əlçatan olmalıdır. Mən bəzən düşünürəm ki, telefonla yatıram. Çünki artıq tək Oriflame-də yox, mənim ətrafımdakılar da belə deyim də sizə maraqsız ola bilər, amma bunu da deyim ki, məsələn rəfiqələrimiz var. Xanım deyir ki, mən yığıram filan kəsi, açmır, amma Rəqsanəni yığan kimi cavab verir. Deyir ki, bəlkə məni öldürürlər, bəlkə məni asırlar, telefona nə cavab verir? O deyir ki, ay anam, sən asırlar, get polisə zəng elə, Rəqsanəyə nə zəng edirsən? Biraz durub deyir ki, yox, elə düşünürəm ki, Rəqsanə hər şeyi həll edir. Yəni ətrafım da artıq bilir ki, mən onlar üçün əl çatanam. Mən artıq telefon mənim əsas işimdir. Bu mənim biznesimdir. Mənim internetim də olmalıdır və mən liderlərim üçün nümunəyəm. Mən necəyəmsə, onlar da elə olacaq. Mən sakitəmsə, neqativəmsə, şirkətdən gələn aksiyaları elə belə deyil ki, Oriflame-in hansısa bir dönəmdə belə bir şüarı vardı. Hər şey səndən başlayır. Bəli, hər şey məndən başlayır. Şirkətdə olan bir aksiyanı, şirkətdə olan bir dəyişikliyi mən necə qarşılayıramsa, o şəkildə də liderlərimi ötürürəm. Mən bunu neqativ qarşılayıramsa, hər şeyin pis tərəfini görürəmsə, bu yox, bu olmalıydı, bu niyə belə, bunu deyirəmsə, əmin olun mənim liderlərim də elə qarşılayacaq və o şəkildə də komandasını ötürəcək və bir müddətdən sonra istədiyim təbii ki, nəticəni heç birimiz almayacağıq. Amma nə olur olsun, nə olur olsun, həyatda nə baş verir versin, hər şey bizim xeyrimizədir. Bugün bunu anlamasaq da 5 il sonra geri dönüb baxanda ayda nə yaxşı bu hadisə baş verdi. Mən 2 il sadəcə sorğulamışam. Niyə mən, niyə bu baş verdi, niyə işimi itirdim, niyə belə oldu? Amma bugün dərk eləyirəm. Niyə belə oldu? Çünki mən Oriflame-a gəlməliydim. Çünki mən lider olmalıydım. Çünki mən yeni insanlar tanımalıydım və məni insanların tanıması üçün uşaq vaxtı belə bir arzum var imiş. Mən illər sonra bunu kəşf etdim. Mən hər zaman jurnalist olmaq istəmişəm. Mikrofon əlimdə danışmışam, saatlarla güzgü qarşısında danışmışam. Sonra da Bakı Dövlət Jurnalistikasına girdim, amma işləyə bilmədim bizim cəmiyyətdə. Yəni mənim ailəmdə bu da mümkün deyildi. Amma mən indi jurnalist kimi, yəni mən jurnalistliyi niyə istəyirdim? Mən istəyirdim ki, hamı məni tanısın, insanlar məni tanısın. Müəyyən bir yaşdan sonra artıq baxdım ki, məni necə tanısınlar? Səsim yoxdur, oxuya bilmirəm, müğənni olmayacağam. İdmançı ola bilmərəm, mümkün deyil, yeməyi çox sevirəm. Mən necə olacaq, insanlar məni tanıyacaq? Oriflame mənim bu arzumu da özüm bilmədən həyata keçirdim. Mən başqa, tamam fərqli, uzaq bir mağazinə gedirəm, paltar mağazinində özüm üçün paltar alıram və satıcı gəlib, Rəqsanə xanım, bu sizsiz. Belə dayanmışam deyirəm, hə mənəm. Ay nə gözəl sizi görmək. Mən sizin təlimlərinizdə dərinliyimdə hansısa bir liderdir və mənim təlimimə qoşulur, biz şəkil çəkirik. O qədər qəşəng bir hissdir. Yəni bunu pul verib kimdənsə almaq olmaz. Çox qəşəng bir hissdir. Yəni demək istədiyim budur ki, Oriflame bizim dilimizə gətirmədiyimiz ən xırda arzularımızı belə həyata keçirdir və biz bunu özümüzdə analiz edib sadəcə gün ərzində 3 nəfərə bunu danışmalıyıq və danışıb da Oriflame-a gətirib yarımçıq qoymaq yox. Davamlı onunla məşğul olub, onu da yetişdirib özümüz kimi bir lider etməliyik. Təşəkkür edirəm məni dinlədiyiniz üçün. Tez-tez danışıram, bilirəm. Əgər sualınız varsa sevə-sevə cavab verərəm. Burada yazdığınız xoş sözlər üçün də həqiqətən minnətdaram. Nə xoş mənə. Mən təşəkkür edirəm Bahar xanım. Sualınız varsa sual, ya elə danışdım heç nə olmadı ya da ki Yox, Rəqsanə xanım, təşəkkür edirəm. Düşünürəm, o qədər gözəl danışdınız ki, hər kəs sadəcə düşünməyə getdi. Doğrudan da bu belədir. Oriflame-i sevdiyim hissələrdən birini deyəcəm. Bunu da sən də vurğuladın. Çünki biz hər zaman sponsorumuza təşəkkür edirik. Sponsorumuza dilə gətirməsək də beynimizdə ona çox sağ ol deyirik. İndi deməsək də illər keçəndən sonra çox sağ ol ki, sən məni dəvət etdin deyirik. Bu, mən normalda düşünürəm ki, Oriflame kimin həyatına qısa müddətli belə, 1 saatlıq belə dəydisə, onun həqiqətən fikri də, həyatı da dəyişir o hiss etmədən. Çünki Oriflame-a gəlib, toxunub, gedib fərqli cür nəyisə düşünməmək mümkün deyil. Oriflame-də hər bir şey çox gözəldir və həyatlarını həqiqətən dəyişmək istəyən Oriflame-ə gəlməlidir və biz qürurla hər kəsi dəvət etməliyik. Çünki biz onların həyatını dəyişdiririk. düzdür. Sadəcə biz bir vasitəçiyik ki,
Gəl, sən də qazan, sən də yaşa. Nəinki özünün, ailəsinin, ətrafının. Yəni bunu özüm daxil deyə bilərəm. Çünki mən də Oriflame-də bu gün işləməsəydim, mən də işləyirəm, mən yaşadıklarımı yaşamazdım. Yəni o qədər gözəl bir şirkətdir. Hamı işləyir, heç kəs işsiz qalmır. Amma gözəl bir şirkətdə, fərqli bir şirkətdə hər günümüz fərqlidir. Deyən, hər gün fərqli insanlardan danışırıq, hər günümüz fərqlidir. Biz deyə bilmərik ki, səhər yuxudan duracağım eyni bir şey. Eyni bir şey bizim həyatımızda yoxdur. Hər günümüz fərqlidir. Ona görə dəyərini bilməliyik və Oriflame-də olduğumuz üçün elə indi özümüzə çox sağ ol deməliyik və sponsorumuza çox sağ ol deməliyik ki, bizi bura gətirdi. Mən hal-hazırda bax bunu ürəkdən həqiqətən deyirəm və çox sağ ol ki, çox gözəl bir təlim oldu. Aktivlik barəsində dedin. Yəni bu 3 amillərdən biridir və ən vacibidir. Çünki dəvət etdiksə biz onu aktiv saxlamalıyıq. Reaktivasiya etdiksə biz onu aktiv saxlamalıyıq. Komandamız olsun deyə biz onları aktiv saxlamalıyıq. Aktivlik belə deyərdim ən başdadır. Çünki dünyanı biz dəvət edə bilərik, amma bizdəki o his yoxdur aktiv saxlamaq, o zaman o insanlar gedəcək. Bu səbəbdən düşünürəm ki, bugünkü təlimdən hər kəs özü üçün çox Mən də gözəl öz bir şey fikrimi verdi. demək istəyərdim Ziyana Buyurun. xanım. Mən də təlimə görə təşəkkür etmək istəyirəm Rəqsanə xanıma. Təşəkkür Çox edirəm gözəl, Səfa xanım. pozitiv bir təlim oldu və səmimi düşünürəm ki, o enerjinizi, motivasiyanızı təlimdə iştirak edən hər kəsə çatdıra bildiniz. Yəni ki, düşünürəm ki, səhər üçün bu çox gözəl bir enerjidir. Mən bir məqamı xatırlatmaq istəyirəm. Hansısa tədbirlərin biri idi və çox gözəl belə Oriflame şirkətinin təşkil elədiyi çox gözəl, möhtəşəm bir tədbir idi və o tədbirdə Rəqsanə xanım cəmi əməliyyatdan 2-3 gün idi ki, çıxmışdı və o 2-3 gün idi əməliyyatdan çıxmağına baxmayaraq o səhnəyə çıxdı və çıxış elədi və mən onda başa düşdüm ki, bu xanım lider olacaq. Bu xanımda həqiqi, yəni ki, liderlik xüsusiyyətləri var. Və onu demək istəyirəm ki, Rəqsanə xanım kimi xanımlar çox var. Hər kəsin komandasında var. Evet. Və sadəcə belə o insanları axtarıb tapmaq lazımdır. Hər kəsin komandasında var. Yəni ki, Oriflame var, biz varıq və Oriflame bizə hər şeydir. Görürsüz, bu belə gözəl təlimlər təşkil eləyir. Ən gözəl layihələrindən biri də Oriflame şirkətinin və sadəcə Oriflame-la əl-ələ verərək bax belə xanımların, Azərbaycanda belə xanımlarımız çoxdur. Arzularını həyata keçirmək üçün bir körpü olmalıyıq, bir vasitəçi olmalıyıq. Çox sağ olun Rəqsanə xanım, işiniz Təşəkkür avan olsun. edirəm. Çox sağ olun Zəminə xanım. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Çox bir şey deyim bilirəm, vaxtınızı alıram. Amma onu deyim ki, həqiqətən də hamımızın ətrafında var. Mən Oriflame-a qoşulanda o qədər negativ idim ki, siz təsəvvür edirsiniz, bir müddətdən sonra ofisdə baxırdım ki, Elmir müəllim məni görəndə qaçırdı. Çünki çox negativ idim. Görürəm ki, başladım problemlərdən danışmağa. Oriflame məni büsbütün dəyişib, pozitiv olmağı öyrədib. Bu negativ olmağım da, yəni əvvəllər belə olmamışam. Həyat məni belə vəziyyətə gətirmişdi də, belə deyim. Yəni buna görə var komandalarımızda, var belə qadınlarımız çoxdur. Hər kəsin də içində potensialı var. Biz axtarıb onları tapmalıyıq. Çünki onların doğrudan da pozitivə ehtiyacı var. Doğrudan Oriflame-ə ehtiyacı var. Bunu tapmaq lazımdır. Təşəkkür edirəm Cənnə xanım, Zema xanım, xoş sözləriniz üçün minnətdaram. Sevirəm sizi, sevirəm Oriflame-i, minnətdaram. Təşəkkür edirəm. Sözünü tutmadı amma. Əvvəldə söz verdi, sözünü tutmadı. Söz verdim, Ağladacaq. çatlatmayacağım da Elmir müəllim. Bugün biz pozitivə necə deyirlər, özümüzü hazırlamışıq. Ona görə heç kəsin həyatında sadəcə sevinç gözyaşları olsun. Buna razıyam. Sevinç gözyaşları inşallah hər kəs yaşasın, amma heç kəs kədərlənməsin. Oriflame isə düşünürəm hər kəsi sevindirir və heç bir zaman heyslənməci hər hansı bir həyatında heç nə olmayacaq. Zema Çox xanım, sağ olun. bir dənə bunu deyim. Demə Zəminə xanım dediyi, mən 2-3 gündən sonra, əməliyyatdan 2-3 gün sonra səhnəyə çıxmışdım. Orada bir siz nəyə danışmışdım. O qədər elə bir ki, fokuslanmışam, bayaq dediyim kimi, şirkətdən nəsə paylaşılırsa, mən dərhal statusumu atmalıyam və mənə narkoz veriblər. Narkozdan ayılıram. Ancaq bunu cəmaət nə görür? Ağ, körpü, gedir, yaşıllıq. Mən nə görürəm?
SMS gəldi, məhsul gəlib ambara. Və onu bilirəm ki, kataloqun axırıdır, Aygün xanım direktorluğunu vurmalıdır. Və qışqıra-qışqıra ayılmışam. Məhsul gəldi, komandaya çatdırmalıyam. Aygün balları vurub. Ayıldım belə medsestrə baxır deyir ki, ay xanım niyə qışqırırsan, nə arzulayım, nə deyirsən? Dedim ki, məhsul gəlib, telefonumu verin, telefonumu verin. Ancaq onun hayındaydım ki, yəni heç bir şey gözümə görsənmirdi. Yəni ən önəmlisi məhsul gəlibsə sifariş yerləşdirməliyik. Məqsədimiz budur. Təşəkkür edirəm hər bir şey Çox üçün. sağ Çox olun. sağ olun. Siz Var sağ olun. olun. Sağ olun. Növbəti görüşdə inşallah görüşmək ümidilə. Növbəti İnşallah. görüşümüz Rəna Məmmədova tərəfindən olacaq. Dəvət Mənim və üzrə. aktivlik. Planlarınızı ona uyğun edin və növbəti top liderimizi qulaq asacağıq. Sağ olun. Sağ olun. Görüşərik. Çox sağ olun Rəqsana xanım. Super təlim oldu.